Herkese salam. Necəsiz? Deməli, bugün Alisa'nın məktəbə, Tacindən ikimiz aparırıq. Biraz narahat idi, bilirsiniz ki, neçə gündə aparmırdım. Bugün aparıram. Haycan. Plus-da oradan məktəbə qoyacağıq. Bir balaca Tacindən işlərimiz var. Bu maşında Taci. İşlərimiz var, onları həll eləyəcəyik. Banka gedəcəyik inşallah xeyirlisi ilə. Görək başımıza nə işlər gəlir. Uzun bir aradan sonra ilk dəfədir ki, Alisa'sız rahat gəzə bilirik. İndi Alisa olsaydı mən Tacirin qoluna girə bilərdim. Ay bacı, yox. Ya Tacir Alisa'nın dalıyca qaçırdı ya da mən. Alisa da neyin öyle deyib, burada kuşlar var, kuşları qovuyurdu. Apardıq, qoyduq arkadaşlar. Deməli, mənə sifarişlərim gəlib. Fabirlikdən təmizlik məhsulları sifariş eləmişdim. Yorumlarda da hamınız tərifləyirdiniz. Həm gedib onları götürəcəm. Alisa məktəbdə olmuşkən gedib bir balaca tez bazar evi təmizləyəcəm. Pasteli dəyişib pis soslayacağım, bir də siləcəm. Yemək zaten heç nə pişirməyəcəm çünki yeməyimiz var şükür Allaha. Bir də Alisa'ya termos almalıyam çünki məktəbdə uşaqların hamısı termos da içir. Düzdür, bunun evdə termosları var. Burası o uşaqların termosları balacadır, yığcamdır, qəşəngdir. Bu da baxıl onların əlinə ki, özü butulkada içir də. Düzdür, Alisa'nın butulkası termos kimidir. Bahalı almışdıq, Aventindir. Tacir onu 30 neçə manata almışdı. Amma mən indi ona qəşəngdən balaca belə uşaq üçün termos almaq istəyirəm. Uşaqların termosuna baxır. Bir dənə onu alacağım. Bir də bankda işimiz var. Onu həll eləyəcəyik inşallah. Ondan sonra gelip mən məhsullarımı götürüb Alisa'ya termos alıp eve gedəcəyik. Hı? Bəli. Evet. Mən bundan bir də heç ara çıxmayacağım. Nətə? Uşağıma bir dənə termos aldım, bir dənə sumka aldım. Belli, sumkası var da. Vardır. Ne olsun var? Mən anayam, mən onu görürəm, bəyənirəm, alıram. İndi gətirdim kofe içməyə. Mən əslində kofe istəmirdim. O zad yemək. Börək zadda belə şeylər. Börək zad arkada var. Haydi, qabaqda yoxdur. Məncə yox. Mən ama kofe içmək istəmirəm axı. Burada gedəcək. Sən içmək istəyirsən? Heç içmək istəmirəm. Bu dəqiqə mənə qızdırmısan, əsəbləşdirmisən. Qoymur uşağıma nə salım ay bacı. Vallahi. Bir varıdır da. İstəm xoşuma gəlmədi. Dedim gəl qabaqdan baxaq. Zaten mən qaldın orada. Dedim ki ona... Sən də var. Hə. Sən ilişib qalırsan, utandığından alırsan. Heç utandığım. Allah'a andolsun yalandan deyir. Bax, vallahi. Mənim xoşuma ümumiyyətlə... Xeyr, nə adiyyət var? Mən bəyəm ağzıma açır. O qədər özgüvənli şeyəm ki, sındırmayayım özümü. Şimdiki insan bəyənmirəm, almıram. Prosta baxırdım ki, seçmək istirdim. Allah'a andolsun yalan deyir arkadaşlar. Məndə elə bir xasiyyət qətiyyən yoxdur da. Bax, vallahi billahi yoxdur. Ki, ay, misal özümü sındırmayayım, girmişəmsə alım. Qətiyyən elə bir şey yox. Olacaq, bax, deyirəm sənə. Ay Allah, inanın ki, yəni kapişnikdə deyil ki, deyim kapişnikdə. Yəni elə insan deyil də, yəni deyir ərməndir, kəramətini də bilirəm. Amma nə qədər deyinir, ay Allah, nə qədər deyinir. Deyirəm, də yol gəlsin də. Ay Allah, nə tək gəzirəm yolu. Belə bilsən, bax, biləm. Belə gəlsin. Nə var mı, əzlə büzlə yeriyim. Ay bacı, mən ağzı ayrıqdır, deyir ağzı belə-belə gedirsən, əyri gedirsən, həm o tərəfə gedirsən, bu tərəfə gedirsən. Vallahi billahi deyirəm. Tək çıxaram, alışverişimi də eləyərəm, öz biz ki bacımız əldən itidir. Alışverişimi də eləyərəm, hər şeyimi də alaram, qoyaram cibimə. Nə? De. Arkadaşlar, bu arada Alisa çox pis ağlayıb bağçada. Dəhşət ağlayıb, papaya tez yığdım ki, onu götürsün, gətirsin evə. Tacir dedim, mama gilə getsin. Amma narahatdır dedim, bu evə gəlsin, yatışdırım. Yəni, evləri çox güman ki, Alisa yatıb durandan sonra təmizləyəcəm. Bir də Alisa'ya şəpiyi aldıq. Görəyin. Şəpik. Hə, şəpiyi aldıq. Deyinə də olsa aldıq. Bir ofis bura deyil. Kızım. Ağlamışdın orada. Gəlin, bura gəl, Tacir. Bax, bu plastina ya, ağardıcı qatmışam. Xlor yox ha, ağardıcı. Fikir versən, üstündə ağaq şeyləri açılır, bax.
Əli vurma prosesini. Sən prosesini sara bilmirsən, dəymə. Və mən niyə çağırdın? Ona da çağırmadım. Fikrimi almaq istədim. No comment. Arkadaşlar. Döşəyimizi çıxartdım. Mamiyə verəcəm ki, qəşəng bunu sırısın. Ona görə matrasın üstündə yatacağıq bir müddət. Taci, mənim tırnaqlarım var, gəl bura. Elə də, mən yeyirsən. Hə? Mən yeyirsən. Tırnaqlarım var da, başını sala bilmirəm. Bura gətir, qanımı içəcəm. Alisa da nətər ağlayıbsa, müəllimələr dəli olub. Elə bu uşağın ətini kəsirlər. Gəl bunu sal da bura. Hara? Bir bura, bir bax. Ki, Alisa çıxarda bilməsin. Mənim dırnaqlarımdan eləyə bilmirəm. Neyse, çox uzun oldu axı elə bir tərəf. Deyən, salma, bu tərəf çox uzun oldu. Deyən. Dəymə, onu çək bu tərəfdən, sən əlini çək. Hə, pişin. Bəklə. Pis deyil olsun. Hə, pişini sala bilərsən. Sənin üçün əlləşirəm ki, altın təmiz olsun, gitsin. Təmiz yatasız deyə əlləşirəm hal-hazırda canımla. Şey? Gördün? Döşəyi verəcəyik mamaya uşaqlar. Mama o qəşəng hər il İçdin? sındırıq da döşək yorğandır. Xoşuna gəldi butulka? Mamaya deyəcəm qəşəng Misiliyim. sırsan. Şey deyəcəm. Hə, dunadır. Sevdin sən butulkanda su içməyi? Ondan sonra qışda taxarıq altımıza. Nə yiyib babam? Göstər. Yenə əlimi dəyişməmiş iş görürəm. Corabımı. Niyə dəyişirəm? Çünki Alisa yatmalıdır təcili. Ona görə buranı tez dəyişim. Onlar atmalı yaxın yerlərinə yatsınlar. Hə, tapskalarını geyinmək istəyirsən? Niyə dayanmadın məktəbdə? Bu şalvardır da ömrüm. Nə, göstər baxım, göstər. Göstər. Mən buranın döşəyini çıxardanda bura enlənir axı. İndi Alisa'ya çəkməyəcək bizdən. Gecə yanımızda yatır. Ondan sonra onu qan içəcəm mən. 1 saat dayanmadı, inanırsınız, 1 saat. Dedim ki, 1-2 saat onu qoyun məktəbə. Gəlim evləri pürsoslayım, silim də, sərin olsun. Yayın ki, ancaq silməkdə bacı. Silməsən ev sərin olur. Dayanmadı. İndi məcbur onu. Hə, buradadır. Pasteli dəyişirəm Bunu ki, deyirdin. təmiz olsun. Hə, ört. Tazə də Üstündən deyib baş, döşün üstündən içinə baş. döşəyə verəcəm mama gilə. Başından bak, bak. Vallahi. Bunu bas. Bir də pakrivalı dəyişdim, Bunu baş. pakrivalımız da bulaşıb. Əlini Bunu çək. Ay, təzə yumuşaq gül hissi gəlir. Mən geçeyim. Mən geçeyim. Şortik mayka giyinək, Hacı oradan düzəld onu. Çox süperdir. Bu tərəf başdan düzəldirlər, ayaqdan yox. Tut, öyrən. Düz. Ay, sağ ol. İndi Alisa harada yatacaq bəs? Burada yatar da. Niyə belə düz elədi? Bu niyə belə qısaldı ki? Əsas başdır. Şu. Alisanın öz yastığı var da. Yəni bura dağılmayacaq da yəni. Niyə dağılır ki? Dağıtma ha, Yox. mən başımı xarab eləmə. Bir soslayacağım indi, yoxsa bir ekanı bitəcəm. Gəl Alisanın yastığını. Mamiyə demək lazım ki, Alisanın yastığı düzəltsin. Bu yastıq da yəni Pis gücünə gündədir. Sintifon belədir də ümumiyyətlə. Qaçır içindən. Kameranı gətirib soxub düz ağzımın içinə bax. İndi Alisa'ya yastığı üzü, hə, onu taxarım. Bir oradan alardı, vaxtımız olsaydı Alisa'ya bir yastıq. Gedib yenə bir ip paltar yiyəcəm siz, atabala sizə görə. Mənim içi paltarım zadım yoxdur. Sənin paltarın yoxdur, pastelin var. Qızım kömək edirsən. Gidəyini dəyiş. Sən gəl ona şortik marka geyindi, gət yatışdır. Yemək də yiyib, o yatmaq istəyir, yazıqdır. Alisan da yerini düzəldim arkadaşlar. Ondan sonra çıxım gedim. Uzanım rahat 5-10 dəqiqədən. Ədyal zat ötmür, mənim uşağım qızıb bacı. Üstünü örtmür, vallahi billahi. Örtsə şaşıraram da yəni. Uşağın üstü örtməyinin arası yoxdur. Yastığını götürdü, getdi, görürsən. Alisa! Hara qoydun yastığı?
Get yastığı getir bura. Get yastığı bura getir. Yok, mənim başımı xarab eləmə. Görüm bu mənim köynəyimdir bacı. Mən qabağına gətirmişim. Ne mamiya? Aferin. Bir ata koyar mısın ayağını yatarsan. Nece indirim dedi? Şortuk market indir. Bunu elini değiş. Gel hatta sen şortuk market indirsin. Dedi şu kökleri orada. Temiz. Üstteki köynəyi lap çıxart, üstteki köynəyi ilə yatışdır. Alttaki köynəyi ilə yatışdır. Bunu arkaya koymuşum, seni gəlin koymuşum. Hə, bir tanesini giyin. Get şortuk giyin kızım. Gecədə şort Maskısını geyinəcəm. çıxar, orada ayaqların gəzib, yum maskısını. Orada ayaqqabı nəzərlə gəzirlər uşaqlar. Var ailəsidir arkadaşlar. Tacir, deyə ala bunu giyindir həyatım. Gətir. Gələ də gələ. Bulaşdırmayıb, bu vaxtdan qalıb kravatın başında. Düzdür. Ala, Eləmə onu Alice. təmizdir deyə bunları geyindir. Pampersi təzə dəyişib aparmışdım da, pampersi təmiz olur. Все arkadaşlar, işim bitti. Dedim bunları atım maşına tez olsun. Gətirim bir dənə bura tez pisos çəkim. Sonra gedim bacı. Mənim evimdən hər gün paltar çıxım, mən qınam. Vallahi qınamayın arkadaşlar. Deməli arkadaşlar, geçən pisosladım. Alisa xanım soyunma maskelerini, buranı geçən təmizlədim. Divanın üstünü falan çıxartdım, attım yuyulmağa. Buranı təmizlədim. Bir dənə qalıb stolun üstündə ütlənəsi paltarlar. Onları indi ütləyəcəm. İndi deyən daha doğrusu Tacir Alisa'ya yatırsın sonra. Yine həmişə kimi gətirəcək buradadır. Stolun üstündə artıq heç nə yoxdur. Təmizdir. Alisa'nın şeyidir. Ne düşmüşsün dalma kızım? Tacir, dur ayağı. Alisa'ya yatıştırmağa. Ben de geçirim kunaya. Burada hiç şey yoktu arkadaşlar. Buraları temiz temizledim. Gel kızım yatmağa. Alisa yatmalıdır uşaqlar təcili. Kunanı da püsüsladım. Bir dənə qalıb kunada aldıqlarımı yerləşdirmək. Bir də inanın ki hamam otağı daşır. Bir dənə bura baxın. Siz Allah. Uy, yandırmadımış. Buna baxın. Paltarlara baxın. Nə qədər paltarım var yolası. Dəhşət çoxdur. Gedirəm onları yumağa indi. Ona kimi dedim bir dənə aldıqlarımı yerləşdirim. Nə qədər şey almışam. Nə qədər şey demək ki, 2 dənə bu ağardıcıdan aldım. 3 manat 50 qəpik. Çox qəşəng bir şeydir də. Bu qablarını atmayın, sonra özünüz üçün istəsəz paraşüt qabı falan nəsə eləyə bilərsiniz. Bunun içində qaşığı niyə yoxdur? Bunun içində qaşığı yoxdur arkadaşlar. Bu əslində keçən səfər aldığımdan deyil, amma ondan da prosta qabı fərqlidir. Amma çox qəşəng ağardır da hər şey. Bu fabrikdən aldığım məhsullardır. Bunları birazdan sizinlə göstərim. Tacir, Alisan gəl götür. Bunları hamama qoyacağım. Qatıq almışım. Qatıq aldım, soğan aldım. Belə, bunları boşaldım çölə. Bu alçadı, bunu yiyəcəm. Kanatın altında qabın qaşı, o mama quldan, o paraşot. Bu sənin deyil. Götür ki tarafı ki. Bir de Alisa'ya kök aldım bizden. Kızım, o sənin deyil. Kızım deyirəm. Yox, ana quldan, sən deyil. Deməli arkadaşlar yatmadı. Özünü öldürdü. Bir de gördüm tacıyla kırılarak oturdu birlərin. Yemək dizdirmişdim, təzə yiyib. Prosta yəqin hiss edib ki biz yemək yedik, ona görə gəldi. Neyse biz de özümüzə makaronumuzu tökdük. Xiyar pomidorumu doğradım. Əsas da evi tez bazar pirsosladım. Bir dənə silmək qaldı. O da indi inşallah birazdan Alisa xanım yatsa siləcəm. Yiyim ama hala xoşum. Olmaz. Arkadaşlar Alisa yatdı durdu. Tacir getdi. Dedim Tacir getmişkən mən də paltarları yükləyim. Aslında yükləmək istəmirdim. Çünki bu şeyləri çikoltasını təzə dəyişdim axı. Dedim onlar qurusun, onlarla bir yükləyərəm. Haycan. Sonra düşündüm ki yok, elə ütlüyüm aradan çıxsın. Əllərimlə dəyişməmişəm. Gözləyirəm ki incə giyib saçıma vuracam, sprey vuracam. Dedim saçımın zadını düzəldim, gedim ərizini falan yuyarım, bir dəfəlik
Onda əynimə dəyişərəm, rahat yaxalanaram. Üstünüzə sağlıq. İnanın, o qədər yorğunam. Vallahi billahi Allah şahiddir də. Dəhşət yorğunam. Bilmirəm, yuxusuzluq deyil əslində, yatıram da normal. Nəyin yorğunluğu bilmirəm, çıxmır canımdan. Arada tacir edirəm ki, tacir 1-2-3 gün vlog çəkməyək, mən dincəlim də. İnanın, o qədər ehtiyacım var, vallahi. Həqiqətən, dincəlməyə. Ümumiyyətlə, bilirsiniz nə istəyirəm? Bunu sosialda olanlar anlayar, belə adi insanlar belki də anlamaz. Baxırsınız ki, əşini inir, bir dənə videoda çəkir. Amma inanın, həqiqətən çox yoruluruq da, həddindən artıq. Yəni, bunu çəkənlər bilər, əziyyətinə. Hər kəs 5 manat, 10 manat pul qazanır. Onun dərdindən, yəni telefon düşmür. Keyf məsələsi deyil, yəni. Amma bəzən həqiqətən stop eləmək istəyirəm, dincəlmək istəyirəm. Belə bilirsiniz, bax, harasa gedəndə, misal üçün, harasa bir oturmağa gedirik də. İstəyirəm ki, o oturduğum yerdə sırf çəkiliş üçün getməyim də ora. Özüm üçün oturum, dincəlim. Yəni, özümlə, ailəmlə vaxt keçirdim. İnanın, bu sosiala girəndən, deyin ki, bircə dəfə elə bir gün yaşamısan. Girəndən dərkən, yəni əvvəl bu qədər üstünlük verməmişdik də, az üstünlüyümüz var idi. Bir dənə Instagram idi, TikTok'daki elə belə də. Amma bu YouTube çıxandan, inanın, yəni bir dəfə olsun, harasa gedib, yəni sırf özümüz üçün dincəldiyimiz bir vaxt olmadan, şükürlük eləmirəm, çox şükür Allaha. Ən azından, yəni, misal üçün, tacirə dəstək oluram, evə dəstək oluram. Ya haqq Allah, ay Allah, səbir də gəldi. Yəni, bir işin əlindən tuturam da, azan da oxunur, çox şükür Allaha. Amma yoruluram, valla. Arada deyirəm, kəş mən də qoyardım telefonu qabağıma. İşimi görə vloga baxardım. Kimisə sevdiyim bir insan vloguna baxardım, ya kinoya baxardım, ya nəyəsə baxardım. Hər kəsin həqiqətən də o deyir, kimdə nə yoxdur, ondan istəyir. Həqiqətən də o durumdayıq da, yəni. Misal üçün, bir çox adamlar oradan bizə baxır, deyir ki, ayda kaş gözəlinin yerində, misal üçün də mən olardım. Məsəl üçün, mən də bütün yerlərə gedərdim, gəzərdim, çəkiliş eləyərdim. İnanın, elə bir vayım var, çəkiblər, hansısa blogerimiz çəkib. Biz də baxırıq, deyirik, kaş elə mən də oturardım evimdə, rahat. Uşağıma aparıb dərsə gələrdim, ayağımı uzadardım, ayağımın üstüne, işimi görüb oturardım, kimisə telefonda ya kinosuna baxardım, ya vayinına baxardım, ya nəyinəsə baxardım. Hər kəs bir-birinin həyatını, ona görə düzdür, insan şükür eləməlidir ki, mən onsuz da zaten çox şükür edirəm. Amma arada bir 2-3 günlük özümə bu xalına vermək istəyirəm, qızlar. Darıxarsınız, ha? Bilirəm ki, darıxarsınız, vallahi. Mən də darıxaram. İnanın ki, mən də darıxaram. Bax, 3 ildən sonra, çox demirəm qızlar, 3 ildən sonra özümü bilirsiniz, harada görürəm. Alisa böyüyəcək də, hazırlıqlara falan getmə yaşı olacaq da. 3 ildən sonra özümü sosialda görürəm. Amma necə? Özümü göstərməmək şərti ilə, sırf Alisa ilə məşğul olmaq, Alisanı dərsə aparıb gətirmək, onun dərsləri ilə, valideynlərlə falan, misal üçün, dərsə uşaqlarımızı qoyub deyib valideynlərlə oturub bir çay içmək, söhbətləşmək, uşaqlarımız haqqında, gələcəyi haqqında. Bax, özümü belə görmək istəyirəm. 3 il sonra özümü belə xəyal edirəm. Bilmirəm, o dediyim şey olacaq. Sizin də deyəcəksiniz ki, hə, bizi siz qoyacaqsınız falan, özünüz fikirləşirsiniz. Vallahi yox, onunla əlaqədar deyil. Əksinə, mən misal üçün izləyicilərimi həqiqətən də çox sevirəm də. Mənə dəyər verirlər, vaxtlarını ayırıb izləyirlər. Amma insan olaraq hamımız eyniyik də, yəni bizim sizin bizdən heç bir fərqimiz yoxdur. Bizim bir dənə tək fərqimiz odur ki, əlimizdə bütün gün telefon çəkirik, siz də bizi görürsünüz. Sizin də fərqiniz odur ki, biz sizi görmürük. Amma eynən biz gördüyümüz işləri görürsünüz. Eynən bizim yediyimizdən, içdiyimizdən, yatdığımız, durduğumuz hər şeyimiz eynidir. Sadəcə olaraq siz paylaşmırsınız, mən paylaşıram. Fərqimiz yəni budur. Amma 3 ildən sonra həqiqətən də özümü o cür xəyal edirəm. Tacir deyirəm ki, Tacir, İnşallah Allah bizə ev qismət eləsin. Demirəm, mən sosialdan çıxacam, xeyr. Sadəcə olaraq sosialı sırf sevənlərim üçün istifadə edəcəm. Yəni, necəsiz qızlar, bugün bunu aldım, bunu elədim. Alisanı məktəbə apardım, oradan gəldim, buradan getdim, oradan gittim, buradan çıxdım. Yəni, sırf bu cür işlətmək istəyəcəm inşallah. Özümü yəni orada görürəm. İnşallah ki, o dediyim şey də olar.
Çox əziyyət çəkirik hamımız. Tək mənə aid deyil bu. Ailəm olsun, yoldaşım olsun. Hamımız həqiqətən də əziyyət çəkirik. Ümumiyyətlə, əziyyət çəkməyən ümumiyyətlə ailə yoxdur, düşünürəm. Hər kəs, bu dəqiqə ən varlı insan belə əziyyət çəkərək o varlığa gəlib çıxıb deyə düşünürəm. Heç kim, yəni, rahat yaşayan insanların heç biri inanmıram ki, doğuşdan eləncə hər şeyi rahat əldə ediblər. İndi valideynlərinə çıxmaq şərtindədir. İmkanlı ailədə doğulmaq başqadır. Kasıb ailədə doğulub sonradan varlı olmaq tam başqadır. Varlı dərkən, yəni özünü idarə edə biləcək qədər gücün olmağı da ən azından. Nəysə qızlar, söhbət gəldi mənim paltarları ütləyə yorğunluğumdan hara çıxdı bilməm. Alisa da mən buradan ütləyirəm, Alisa da yerdə dağılır öz aləmində. Amma həqiqətən bir 2-3 günlük bu xabnoya ihtiyacım var. İcazə versəydiniz, bacımız bir 2-3 günlük çıxardı bu xabnoya. 2-3 gün gedərdim. Biraz dincələrdim, sonra gedərdim. Mən tacirə keçən səfər deyirəm ki, bir həftə gedim. Bir həftə deyirəm, video çəkməyim də. İzləyicilərə deyim ki, yorğunam. Prosta dincəlmək istəyirəm. Deyir, hə, yaxşı. Sonra deyirəm ki, tacir, bir həftə mən yox olsam, onlarım mənsiz, mənim olarsız ürəyim partlayar da. Cəmaat neyniyər? Heç inanın, o bir həftə içərisində даже WhatsApp belə işlətmək istəmirəm. Bax, Allah şahidimdir də. Tacirə deyirəm ki, istəyirəm WhatsApp-ı silim. Heç bir padruqam, belə ən yaxın padruqam belə olsa, heç kimdən əlaqəyə keçmək istəmirəm də. Sırf prosta dincəlmək istəyirəm, beynimi dincəltmək istəyirəm. Bu şeyi bax, çox istəyirəm qızlar. İnanın Allaha çox ehtiyacım vardı. Telefonsuz bir həyata, rahat yatmağa, durmağa. Bilmək istəyirəm ki, tək Alisa məni yorur, yoxsa yox. İndi misal üçün Alisa da var, ev işləri də var, çəkilişim falan hamısı vardı. Üst-üstə gəlir, yorulur. Bilmək istəyirəm, tək Alisa məni yorur, yoxsa yox. Düşünürəm. Yəni, onun dadını çıxartmaq istəyirəm, onun dadını bilmək istəyirəm. Çünki belə mən tək uşağımın üstünə yıxa bilmərəm də, həm misal üçün uşağa baxmaq mənə yorur, yox. Çünki zaten gündəlik gördüyüm işlərdir, o da körpə uşaqdır, bir dənə bir tikə çörək yiyir, keçir oturur qıraqda. Amma o şeylərin dadını bilmək istəyirəm. Alisa çox tez böyüyür qızlar. Deyirəm ki, biraz keçəcək, böyüyəcək. Hər şey çox tez gedir də, yəni zaman su kimi axıb gedir. Onun balacalığı üçün darıxacaq. Hətta indi belə balacalıq vaxtlarına baxıram. İnanın Allaha çox darıxıram. Deyirəm, Allah uşağım necə böyüyüb. Normalda bunları geyinəndən geyinənə ütləyirəm. Amma təzə bir şey sınamışam. Ütləyib qoyanda qızlar mənə çox rahat olur. Harasa getmirəm, əlimi atıram, sıracı götürüb geyinirəm. Aparıb səliqə ilə qoyuram, şifaniyerə atmıram. Keçən səfər eltim gəlmişdi, sizə o bir gün vlog çəkmədiyim gün var, bax həmin günü. İnanın Allaha, oturduq söhbət eləyə. Bütün şkafımı qatlaladım ha, bütün. Alisa'nın öz şkafımı, hər şey, даже qış paltalarımı, üjelər belədim. Sizlər üçün həmin günü vlog çəkməmişdim. Dediyim kimi yorğun idim. Amma hər işimi gördüğümdə tacir Alisa'ya baxdım, mən də bütün şkafı boşaltdım. Qışları bastırdım, qoydum yerinə, yəni kravatın altına. Yayları çıxartdım. Bir-iki dənə özümə yay köynəklərim vardı, onları çıxartdım. Şalvarlarım vardı, onları çıxartdım. Yəni şkafımda xeyli boşaldı. Ona görə indi hər şeyi səliqəli qoya bilirəm. Keçən səfər geyimlərimi ütlədim, qoydum. Mənə o qədər rahat oldu. Harası da getdim, əlimi atdım, sıracı götürdüm. Ona görə baxıram ki, ütləyib səliqə ilə qoyanda özümə də rahat olur. Harasa gedəndə tabii də 100 saat paltar ütləmirəm də. Elə əlimi atıram, rahat götürürəm. Bacı, mənə rahat gəlir. Qızım, içmək istəyirsənsə iç ana qıvan, amma yerə tökmə həyatımın anlamı. Olmaz. Get mamaya. Çıxart ağzına, yapışdır yerinə. Ağzından çıxart. Ay sağ ol. Bir gözüm səndədir ya. Mən bilmirəm ay hara baxım. Çıxart ağzından. Gedim həkimi çağırım, gəlim. Deyim Alisa ağzına şey soxub deyəm. Hə, bir də ay qızlar. Yorumlarda nə görmüşəm bacı şey. Gözəl xanım, çox pis gülürsən, gülüşü bir dəyiş. Adız insan gülüşü nətər dəyişsin, qurban olun sizə. Gülüşü dəyişmək olur bacı. İnsan ürəkdən güləndə baxır ki, mən necə gülürəm, onu dəyişim. Misal üçün, mənim gülüşüm olur da, bacı, gülüşümü mən necə dəyişə bilərəm. Həqiqi dəyişmək olur qızlar. Onu dəyişmək olursa, vallahi mənə yazın ciddi. Allah haqqı, mən gələn səfər güləndə fikir verərəm. Mən yəni inanmıram da insan gülüşündə. Yəni insan ürəkdən gülürsə, o gülüşü necə dəyişə bilər? Hansısa blogdaydı, bilmirəm. Orada gülmüşəm. Hamınız yazmışsınız ki, bu gülüş nə gülüşdür, yaraşmır, nəm gülüşü dəyişir, nəm belə elə.
Vallahi həqiqətən mənə maraqlıdır. Gülüşü dəyişmir olursa, bacı onun nə deyim, bir-iki dəfə sınayım. Bilim dəyişmir. Mənim gülüşüm orada. Mən neyini bilə-bilə elə gülmürəm ki, bacı. Güləndə özümə qıraqdan baxıram. Niyə baxmıram? Görürəm ki, belə gülürəm. Amma neyini bacı olan odur da, yəni o formada gülürəm. Hələ mənim o ən məqsədli gülüşümdə Allah hamd olsun. Siz mənə əməliyyat vaxtı görsəydiniz, mənə əməliyyat vaxtı mənə bir gülmək tutmuşdu ki, ölürdüm. Yerdən qaldıran lazım idi mənə. Bu şalvarı ütlədim. Çox güman ki, yenə qırışacaq deyə düşünürəm. Amma inşallah ki, qırışmaz. Qırışsa da geynəmdə götürüb ütüləyərəm. Ay Alisam, ay! Neyse arkadaşlar, patlarımı ütüləyim. Siz də yoruldunuz, bilməm, nə baxa-baxa. Sonra görək neyinidir. Sonra gətirib Alisanı dizdirəcəm. Alisanın çölbağı ceketini yumuşdum, bağçada bulaşmışdı. Onu təzəmən ütüləyirəm. Bu it elə bilirdim ki, bu yiyəsi, bu iti azdırıb. Elə sevinmişdim, 2-3 gündür hürmürdü. Sənin azdırmıymış, yəqin yağış yağıbmış, girib qorxusundan içərində çıxıb yuvasından. Bütün günü də hürür bacı. Səhər gün orta, axşam. Vallahi yiyəsi buradan bizi izləsə elə sevinərəm. Deyərəm ona gecələr yuxu dərmanı ver, yatsın sən ona. Az nə qədər hürür, nə qədər. Gələnə də hürür, gedənə də hürür. Alisa gecə onun səsindən nə qədər durur. Çox peşmanam Alisanın səsi öyrətmədiyim üçün. Nətər öyrədərdim, bacı 2 nəfər qalırdı evdə. Çox peşmanam, həddindən artıq. Vallahi hamilə mamaşalar varsa uşağınızı qulağın dibində kolonka qoşun bacı. Kolonka qoşun, vallahi elə yatıstırın. Mən çox peşmanam da, yəni Alisanın səsi öyrətmədiyim üçün. Həddindən artıq. Dedim ki, onun səsi öyrədərdim. İndi özüm də rahat olardım, uşaq da rahat yatardı. Bir dənə cıqqı olan kimi durur. O qədər sakitçiliyi idi ki bizim evimiz. Cıqqa dururdu Alice. Alisanın bu üst giyimi şey olub, bunu dəst almışdım da yadınızdadırsa. Qabağına şey düşüb. Yəni göstərəcəm indi. Amma getmirdi, o paraşotdan da tökmüşəm, getmir. Bilmirəm nə ləkəsidir, mazdır, nədir, başım çıxmır. Amma atmıram, siz niyə atmıram? Mama gilə gedəndə, mama gilə həyətə bir baxır. Onlarda sərin olur da. Deyib, belənin içində belə qara bir dənə çıxılı ləkə düşüb. Bilmirəm, buradan görürsünüz, yoxsa yox. Bilmirəm, hardan düşüb. Amma yuyuram, ütləyib qoyuram, mama gilə gedəndə orada həyətdə geyinir. Həyətdə geyindirirəm ki, şeydir, soyuq olmasın, da bulaşdırır da, onsuz da. Ona görə atmıram. Üst geyini kimi geyindiririm. Bu Spartinimi mən adam balası kimi yuyuram. Bu niyə qırışır, mənə çatmır bacı. O qədər sevirəm bu Spartinimi. Yeganə Spartinimdir ki, əynimə çox qəşəng yaraşır. Tam bədənimə oturur da, yəni. Ona görə bunu xalam istəmiş də bunu, ona belə verməmişdim. Dedim, vermərəm. Özüm geyinirəm. Şöyle bayra çıxanda ya Alisanı məktəbə aparanda mənə rahat gəlir. Keçirdirəm 2 dəqiqə əlimə. Həm də belim manjetlidir deyə belimi çöldə qoymur da. Kayboldum gecelərdə. Alisa onun altında 100% ki suyu dağıdır yerə. Girib stolun altına bacı. Valla. Termozunu da götürüb. Çox güman ki suyunu dağıdır yerə. Hə ana qurban. Yox, az dağıtmır. Üzür dilərim ana qurban, haqlığa gedim. Tacinin şalvarını da ütləyib qoyuram. Tacinin şifanerindən asıram. Qapının ağzındakı şifaneri tacinin asılığını eləmişəm. Asıram bacı, gecə bir də görsən gəlir deyir mən sizə gedirəm. Üzü rahat olur mənə. O birisi evimiz balacaydı, orada paltoları çətinliklə ütləyirdim. Divanın üstündə ütləyirdim. Burada razetka var deyə, orada razetka yox idi stol tərəfdə. Burada razetka var deyə, rahat bura taxıram, bunun üstündə ütləyirəm. Bir də sürmürəm da, oradan oraya odun itil, kipdin itil, nədir ondan. Kipdin itil, su qızdıram yaz. Bu mənə rahat gəlir. Belə ütləyirəm, atıram oraya. Məclisə zədə gedəndə də götürür əlinə keçirir. Bunu əslində məclisə geyinmir bu şalvarı. Dostları ilə harası gedəndə geyinir. Yəni şeyə zada da, çəkilişə zada. Amma yenə də ütləyirəm. Ütlüyorum bacım. Kayboldum gecelerde. Küçülerde. Hər ihtimala elə belə çəkirəm ütünü. Bilirəm ki, birazdan yine ütü lazım olanda çəkəcəm. Üstü arkadaşlar, üzüye iç giyimler kaldı. Gedirəm onları ütüləməyə. Görüşürüz. Gəldim. Kızlar, Alisa'nın yeməyini yedizdirdim. İndi sizə bir söz demək istəyirəm.
Deməli, səhər saat hardasa 9-da Alisa durur. 200 qram ona keçi südü verirəm. Keçi südünü içir də. Ondan sonra saat hardasa 10-da ya 11-in falan yarısı belə 2 dənə yumurtanı kəsmib verirəm. Bir də bunu niyə deyirəm sizə? Həmişə Alisanın onsuz rejimi demişəm, yadınızda qalıb. Sonra saat günorta 2-də maksimum 3-ə işləmiş. Belə bir bundan belə bir sup verirəm. Daha sonra ona məsəl üçün banan verirəm ya alma verirəm. Bir də qızlar axır vaxtlar dolanıb alça da yeyir. Tumum təmizləyir, yeyir. Uşaq da nə gördü, biz nə yeyirik, o da ondan yeyir. Belə şey verirəm. Sonra misal üçün axşama kimi onları yeyir. Sonra axşam hal-hazırda saat 9-a işləyir də. 9-a işləmişdə indi bununla bir supunu verdim, yedi. Təbii ki, indi bu dəqiqə yatmır. Saat 9-da yatacaq. Maksimum onun yarısına kimi yatır. Həmin o ərəfələrdə indi birazdan da ona məsəl üçün bir dənə bütöv belə baxın, almaları görürsünüz, qoymuşam da bura. Bunun belə qabığını soyuram. Bunun yarısını ilə boydasını verirəm. Dünən bu yarısını yemişdi. İndi bu yarısını yeyəcək. Alma verirəm yatmamışdan qabaq. Alma yeyir. Alma ümumiyyətlə mən arada deyirəm ki, çox şükür Allaha ki, mənim uşağım alma yeyirlər. Elə uşaqlar ki, alma yeyir. Mən ona yaxşı ki, vaxtında öyrətdim ona alma yeməyə. İndi almanı maşallah hər dəqiqə yeyir. Misal üçün bütöv də verir əlinə. Düzdür, mən çox verilmirəm, yarı-yarı verirəm. Yarısını bugün, yarısını sabah verirəm, elə içinə yeyir. Alma verirəm, alma yeyir. Misal üçün atmır da, yəni əlindən qaytarmaz falan. Meyvələri ümumiyyətlə çox sevir, meyvələri yeyir. Bir də Alisanın həmişə supunu bir sizdə qoyub qazanda pişirirəm. Sonra qoyuram alüminyum qazanda şeyə. Daha sonra qızdıranda, tökürəm bu balaca qazana, bununla belə qızdırıram. Bunu da paslandı qazın üstündə saxlayıram ki, qızdırıb verməyə. İndi mən şeylərə atmışam qızlar yumağa. Divan üstünə atmışam. Birinci çikolları da yumadım. Divan üstünü yudum, dedim gətirim onu tez sərim. Daha sonra şeyi yuyum. Nədir onadır? Su qaynar. Pastellərini. Mən şey deyəcəkdim də ki, ataplinləri söndürmək istədik, hələ söndürməmişik də. Dedim, ataplinləri söndürək, ücə istidir. İnanırsınız, elə söndürmək istədiyimiz gün səhərdən ücə başladı yağış yağmağa. Evlər oldu buz kimi, soyuq oldu bacı. Onun dərdindən söndürmədim. Ona görə də suyumuz qaynardı. İndi mən gedəcəm hamama, sizə başa bir şey göstərəcəm hamamda, saçımla bağlı. Onu eləyirəm. Düzdür, hər dəfə bir şey eləyirəm, əslində hamısını eləyirəm valla. Nə yalanacaq, saçımı neçə gündür yığıram, uzanmağını da görürəm də, yəni yavaş-yavaş şükür Allaha səbirli uzanır. Baxma falan da indi gedirəm Nazlı xanımın yanına. Baxımlar da xeyir edir. Yaya kimi böyle saçımı uzatmaq istəyirəm. Rəng qətiyyən indi hələ ki, qətiyyən həmişə hər dəfəsində qətiyyən deyirəm. Sonra təzənə gedib rəng eləyirəm. Amma hələ ki bir müddət düşünmürəm rəng. Çünki saçlarımı uzatmaq istəyirəm, qızlar dəhşət özdə. Görək qışa kimi neyniyə bilirəm bu spreylərlə falan. İndi bir dənə şey düzəltmişdim, sırf Mixail tək özünü qaynatmışdım da. Onu dünəndən qoymuşam qaranlıq yerə. Bax buradadır. İçinə də əlavə olaraq 3-4 dənə Mixail atmışam. Dedilər ki, bir gün qaynar şeydə sal. İndi gedirəm saçımı, gedəyim mənlə daha doğrusu saçımı masaj eləyib, bunu saçıma tətbiq eləməyə. İşim qalmadı qızlar, işim yoxdur. Alisanı əsas yedizdirməkdir, Alisanı yedizdirdim. Qablarım təmiz, bir dənə bunu boşaldacağım. Hər zaman kimi. Keçən səfər qızlar bunu götürmüşdüm. Yazmışdınız ki, cücülər kuxada zibil qabının ağzı açıq olmaz. Niyə açıq olsana görə yığılır? Bunu yığışdırmışdım. İnanın Allaha, hayda. Yığışdırdığım gün nə qədər əziyyət çəkdim. Dəqiqə başı bu şkafı açıq, oraya zibil atınca dolum çıxdı. Sonra təzəndən gətirdim, sonra belə zibil yığılırsa içinə, dirənçinə məcbur yığıb atıram qırağa. Yəni, yığışdırmıram, doğrudan. İndi koridorda kuxada Alisa'ya baxın sizə. Niyə ayaqlarınsan? Hə? Mənə bax, niyə ayaqlarınsan? Hanı naskilərin? Naskilərin hanı? Get, tez elə. Get. Yox, getdi. Get. Naskiləri gətir, tez elə. Gedim zibili qoyum çörə gəlirəm uşaqlar. Qurban olum, az qeyib naskilərin gətirib. Sənə qurban olum, sənin ağıllı canıva qurban olum mən. Otur, giyin ayağıma. Giyin başıva dönüm, səni verənə min şükür Alice. Sənə qurban olum, ömrüm. Səni verənə şükür, həyatım. Maç edirsən ayaqlarını. Püf! Püf! Mənim ağıllı balam. Mənim gözəl balam. Mənim qəşəng balam.
Dur ömrüm, dur gedək paltarları sərək, dur. Geyinmə, biraz ayaqlarını gez, ayaqlarıma hava dəysin. Az nə verirsən? Mənə video çəkirəm, prosta sən bu dediyin tək mixəyin özü yoxdur. Hə, o elədi. Hə, bunu qaynatmışam, bir gün qaranlıq yerdə saxladım. Hə. Amma mən pakka qaynatdım ha bunu. Hə, düşüyordu. Ondan sonra indi saçının diblərinə bu. Birinci masaj edirəm başına ki, qan dövranı güya açılsın Çok da. güzel saçsız olur. Bu? Ha. Görək də. Var bir de kendi gerçek değişen. Gerçəyə gəlsən deyərdim, gələn də var. Diğer dolabında. Gələ varım da evdə. Yok sabah ben gerçekten badam yağında karıştırıp eleyenler var. Hə, Bak o hele gelse yağına bir tanesi bir madde ya da bir tuz da diblerine vurursan, klonkanın içine koydun, baş bir tane papak takırsan, 4 saat sakla. Həftədə 2 dəfə elə, bir ay içində elə görünəcək saçsır. Sən mənə lazımdır, deyir kosmetika yerində satırlar. Bu daraqların içində, daraqlar var ya, arxası içi daraq. Yumuşaq pambıq kimi. Yo, babin içinə tökürsən, darıya dibindən pıskırırsan, tökülür saçı bu dibinə də. Hə, o çox xaricilərdə görmüşəm. Deyir, amma bütün kosmetika yerlərində var. Vallahi, hər yerdə var. Arkadaşlar, bu məlumatı mənə Gülü verir. Mixəyi mən bilirdim, Mixəyi daha öncə, amma mən Mixəyi rozmarinlə bilirdim. Hətta üzü belə fresh qalması üçün sən necələr gözəl. Normal adi bir suda içinə mixəy atırlar, biraz qabıq var. Ağ kimi qaldı, onun üçün qaynar suya eləmirsən. Üzü atıb üzü vermirsən. İndi saçımın diblərinə, Mixəyi o vaxtı tacir mənə demişdi ki, saçımın tökülməsinin qarşısını tacir öz saçına eləyirdi. Hələ bir var idi. Əlin qalır. Hələ tacirlə evlənməmişdik arkadaşlar. Deyirdim, Mixəyin tək öz xeyri çoxdur. Bu saç serumları zaten eləyib satanlar var ya, hamısı belə şeylərdən alırlar da. Biznes qruplar özlərindən, valla hava aldı. Nə verəcəm, Mixəy qaynadıb suyun satıb qabaqda satacaq. Bir manat. Kakroz da geçey içine doldurma tabımıza, ondan sonra 10 manatdan satardı. Nəsə belə alıram. Biznes qrupu. YouTube'un başını bırakıram arkadaşlar, saç Mixəy şeyi satıram. Zamanın əlində işinədir bunu hazır. Pulsa, inansız mənim kimi əlin gəzlərdir var. Evdə hazıramanın dərdindən gedib pul verib alırlar. Allah haqq elə bax, onun da biri mənim. İndi axırı vaxtlar nəsə başlamışam saçımı özümüm eləməyə. Nəysə, birinci saç diblərimi qəşəng masaj elədim. Gülü gələm, sənə qəşəng çay verməyə. Mən bilmirdim, indi gərəsən. Sən indi story paylaşmamışdın, məşğul deyildin bacı. 2 saat oldu da. Həqiqi? Günə 2 saat özdə hər gün elədim gözəl. Hər gün? Ölərsən ki, yetim. Dinləmə işləmez. Əsas o da xeyir olsun. Özdə bir şey, səhəqo belə içmişəm. Diricə yemişəm, yaxsız, azsız. Su içmişəm bir litr. Bu Mixəyin özüm tək, Gülünü Instagramında gördüm. Gördüm ki, rozmarin əlavə edirsən. hə, rozmarin, mən bunu əvvəl eləmişdim, rozmarin əlavə eləmişdim. Necə tərləmişəm, suyun içindəyim. Sən indi belə edirsən də, onu gələn səfər bilsən necə görəcək? İndi sən görəcəksən da saç. Yumuram, qalır başında. Sonra yenə vuracam. Yo, yumuram. Mən əvvəldən də spreyləri var, ümumiyyətlə saçımda yumurdum. Dəliyəm yuyanda, bu başda yusan nə xeyr olar bunu? Sən də iyisi qalmış. Yox, iyisi qalmış. Onu deyəcəkdim ki sənə, saçımı yuyandan sonra saç diblərinə biraz vur, pis o qalsın saçım. Mən bir dənə səhvini elədim. Heç nə, onsuz dəyişirəm. Deyəcəkdim, pastayı bugün dəyişdim. Hə, nə olsun ki, necə ki saçı quruyacaqlar. Hə, birazdan onsuz quruyacaq. Ay, onu işini həmir, o nə şey edirdiniz. İndicələr düzgün çıxdı. Düzgün su dəyir də, neyiniyim? Gəl bura, sən oraya getmə, ağıllı da olaq. Gəl bura. Tacir ərzi ilə yuyur ki, yuxarıya kimi yuyur. Anda, bizdə də yuyurlar, niyə nə yuyurlar ki? Bu kişilər də bir dənə mandar kimi hərəkət edirlər. Allah Onu olsun. geyinə bilmirsən çorablarını. Arkadaşlar, saç diblərimi qəşəng pıskırtdım. Aşağı bulbulum. Bu daraldan varıcılıqsa bu çox qəşəng bir şeydir. Bu qan devranını yaxşılaşdırır saçını. Ailəsə, buna bax, gözür. Otur gülün askılarını geyindirsin. Otur geyindirin. Yaxşı geyindirin. Saç diblərini belə masaj edin. Gəl bura geyindirin. Geç gülü geyindirsin, geç. Buradayım, getmə, get. Buradayım mən. Hə? Gəl bura, gəl. Geç sən. Belə qəşəng masaj edin diblərinə ki, qoyun diblərinə hopsun arkadaşlar. Başınızın dibi, aycan. Sən ayaqların, sən özdə buradasan, hə qızım? Mənim saçlarım əməlli özünə gəlib, özdə xeyli gəlib, ha. Yəni saçlarım çox... Ora olmaz Alisa, qızım. Ora olmaz, 40'dır, mama burada. Untaz 40'dır. Gəl bura.
Baxın, əməlli saçlarım özlərinə gəlib. İndi baxın, ona görə də bir müddət rəng eləmək istəmirəm qızlar. Rəng eləmək istəmirəm ki, qəşəng uzansın. Maşallah, əməlli gəlib özlərinə. Özlərinə nə deyə, əməlli özünə gəlib. Sonra belə qəşəng bunu da arayıram. Amma əməlli uzanıb. Az hansı mən çəkilsin, saçını belə eləyə bilərəm. Qulağımın dibində bunu da buradan belə töküm. Yo, əməlli maşallah saçlarım özünə gəlib qızlar. Biraz da uzansın, bir daha çiynimdən aşağı düşsün. İndi bunu hər gün eləyəcəm. Uclarında bir damız yanıqlar var, o da baxım nazarından görəkdən indi bərpa eləyirik yavaş-yavaş. Aliz, ayaqların sənə qızım. Hə, olmaz axı ayaqların, amma töküntüyə baxın. Amma gülü saçım nötər tökülür. Çox dökülür. Əsəbən istəyirsən. Hə, bilirəm, onun zibilləri də başıma oynatsam. Yıxılara sular. Yo, su deyil, onun ayaqları qız. Get gülün maskıları geyindirsin. Qaynaq saçı qoyma. Az yo, nə qaynaq, məzələn. Qaynaq qələt edirəm, az bir də qoyduraram. Elə qaynaq Yaraşmana yaraşır. ya mənə uzun saç yaraşır, amma insanın öz saçının yerini heç nə vermir. Qaynaq elə qoydum deyə saçın üstünə qoydum da. Qaynaq mənim saçlarımın rənginə qoydum. Dərsə getmişdin bugün? Bəbələrin yanına getmişdin? Getdi ağları demirəm, getdim söz gətirdim. Hə, heç yarım saat qalmaq ki. Danışdın mənimlə ilə uşaqlar çox olan vaxt eləsin bunu. Elə həmin vaxtda saldım. Prosta mən səhv elədim. Ali sən bugün yatışdırma roş aparmışdım. Yatmamış getmişdin, sən bəbələndən oynamamışsan. Qız oğlum, oynamamışsan bəbələndən. Get gülün açdığı geyindirsin Ali. Sən ağlatmışdılar sən orada. Get gülün açdığı. Ağlatmışdılar sən orada. Oynatmadılar səni. Memnun değil. Kim ağlatmışdı səni orada? Bəbələ sən döymüşdün. Mama çəkdi səni. Gülü getdi savaşa. Alisan qəşəng çimizdirdim, pijamasını geyindirdim, burnu açıldı. Şükür Allaha, bugün biraz yaxşıdır. Alma da yedi, yarısını da atıb bura. İndi gedirik yatmağa, hə? Hadi gidelim.